Bu Ramazan ayında bir sıra xeyir əməllər olur, bir sıra xeyirxah işlər olur ki, Allah Taala edilən bütün xeyir əməlləri, xeyirxah işləri Allah Taala qəbul etsin və Allah Taaladan duamız budur ki, inşallah bizi daim xeyir əməllərdə qərar versin inşallah. Bir məsələyə işarə etmək istəyirəm. Əlbəttə ki, bu məsələ bəlkə də bir çoxlarımızın bildiyi yaxud bilmədiyi məsələdir. Həmin məsələ bundan ibarətdir ki, bu Ramazan ayında kimlərə yardım göstərək, kimlərə köməklik göstərək. İnşallah qarşıdan Fitr bayramı gəldiyi zaman bu məsələni geniş şəkildə bir daha izah edəcəyik. O həmin məsələlərdən biri budur ki, köməklik göstərdiyimiz zaman ilk öncədə gərək yaxınlarımıza, qohumlarımıza baxaq. Yaxınlarımızın, qohumlarımızın içərisində olan ehtiyaclı, kasıb insanlar varsa, onlara dəstək olmağa çalışmalıyıq. Bəzən görürsən, çox təəssüflər olsun ki, adamın öz qohumları içərisində ehtiyaclı insan var, amma özü digər yerdə ehtiyaclı insanlar axtarır. Bəs bu məsələdə bilməliyik ki, ilk növbədə ehtiyaclı insan dediyimiz zaman öz qohumlarımızın, yaxınlarımızın içərisinə diqqət yetirməkdir. Daha sonra ehtiyaclı insanlar arasında baxdığımız və diqqət yetirdiyimiz məsələlərdən biri budur ki, o insanlar ki, sağlamlıq qabiliyyətini itiriblər. Yəni, onlar əmək qabiliyyətini itiriblər və dolanışıqlarında çətinlik var. Onları digər insanlardan biz daha üstün qərar verməliyik yardım baxımından. Mümkündür, insanın maddi yardım etməyə gücü çatmasa belə, ən azından mənəvi yardımı əsirgəməməlidir. Baxsaq, görərik ki, bizdə Quran-ı Kərimdə, Peyğəmbərin kəlamlarında, imamlarımızın kəlamlarında həmin insanların həqiqətən daha çox önəm verilməsinə şahid oluruq. Məsələn, görürük ki, Peyğəmbərlərin zamanında, imamların zamanında həmin insanlar digər insanlardan daha önə çəkilir. Əlbəttə ki, Peyğəmbər və onun əhl-i beytinin qapısı elə bir qapı idi ki, ora gələn şəxs əliboş qayıtmırdı, hamı öz payını götürürdü. Amma o insanlar içərisində Peyğəmbərimiz həmin insanlara daha çox önəm verirdi. Mənəvi dəstək dediyimiz zaman görürük ki, Hz. İsa əleyhissalamın zamanında belə bir şəxs olur ki, İsa Peyğəmbər görür ki, sağlamlığını itirib bu adam, amma dili zikirdən, şükürdən əskilmir. Hələ bu adam zikrindədir, şükründədir. İsa əleyhissalam o həmin şəxsin Allah'a olan mərifətini soraqlayır. Görən bu adam bu sağlamlığını itirməsinə baxmayaraq, amma şükründən, zikrindən əl çəkmir. İsa əleyhissalam həmin şəxsi halını soruşur. Adam Allaha şükr edir, həmd edir, əlhəmdülillah. İsa Peyğəmbər buyurur ki, sən bu çətinliklərlə Allah Taalaya həmd edirsən. Deyir, hələ mən yaşayıram, hələ ki ayaq üstəyəm, hələ bu Allah Taalanın mənə bəxş etdiyi bir nemətdir, bəxş etdiyi bir dəyərdir. İsa Peyğəmbər bu həmin şəxsin Allah Taalaya olan mərifətini eşitdikdən İsa əleyhissalam dua edir həmin şəxs üçün. Dua edir və Allah Taaladan həmin şəxsə sağlamlıq bəxş etməsini istəyir. Və o cümlədən qeyd etmək istəyirəm ki, həmin şəxslər ki, Allah Taala tərəfindən bəzən müəyyən cismani şəkildə sıxıntılarla, məhdudiyyətlərlə olmasına baxmayaraq, mənəvi cəhətdən böyük bir məqama sahib olan insanlardır. Mənəvi cəhətdən böyük bir kamala çatmış insanlardır. Bəzən alimlərin sözlərində bu çıxışlara biz şahid oluruq. Deyir ki, Allah Taala bir şeyi insandan aldığı zaman başqa bir şey ona əta edir. Yəni, mümkün deyil ki, Allah Taala bir şey alsın, onun əvəzində başqa bir şey verməsin və Allah Taalanın həqiqətən sonsuz rəhməti nəticəsində inşallah ki, insanlar o həmin Allah Taalanın bəxş etdiyi lütfi, inayəti əldə edirlər.
Quran-ı Kərimdə Allah Taala buyurur ki, o kəslər ki, mallarında kasıbların haqqı var. Allah Taala bu məsələyə xüsusi olaraq işarə edir. Kasıbların haqqı var onların mallarında. Demək ki, onlar da bu həmin məsələdə soru-sual olunacaqlar. Peyğəmbərlər bilirik ki, birbaşa cənnət əhlidirlər. Peyğəmbərlər cənnətlə müjdələnmiş şəxslərdirlər. Amma buna baxmayaraq, Hz. Süleyman əleyhissalam barəsində buyururlar ki, Süleyman əleyhissalam Peyğəmbərlər içərisində ən sonda cənnətə gedən şəxslər sırasındadır. Səbəbi də budur ki, Hz. Süleyman digər Peyğəmbərlərdən daha çox mala, mülkə sahib olmasıdır. Demək, buradan biz anlayırıq ki, Peyğəmbərin də mala, dövlətə sahib olması onu qiyamətin soru-sualından yayındırmır. Onlar da Allah Taala yanında hesab verirlər. Əlbəttə ki, Peyğəmbərlərin hesabı digər insanların hesabından, soru-sualından tamam fərqlidir. Və o cümlədən Allah Taaladan duamız budur ki, Allah Taala bu Ramazan ayında bizi xeyir əməllər görməkdə vəsilə qərar versin. Allah Taaladan duamız budur ki, daim bizi xeyir əməllərdə sabit qədəm etsin. Etdiyimiz hər bir xeyir əməlin əsas şərti, niyyəti yalnız Allaha xatir olmasını Allah Taala bizlərə nəsib etsin. Allah Taaladan duamız budur ki, bu Ramazan ayı hörmətinə gələn günlərimizi xeyirli, bərəkətli qərar versin. Allah Taala öz böyüklüyü xatirinə bizi bəndəlikdən kənar etməsin. Allah Taala bu Ramazan ayında edilən bütün ibadət və itaətləri qəbul etsin. Allah Taaladan duamız budur ki, Allah Taala tövbələrimizi qəbul etsin. Allah Taala bizi pis əməllərdən, günah əməllərdən hifz etsin. Allah Taala xəstələrə, qazilərimizə tezliklə şəfalar inayət etsin. Allah Taala şəhidlərimizə, dünyadan köçən cəmi müsəlmanlara rəhmət etsin. Allah Taala hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala xalqımızın düşmənlərini, dinimizin düşmənlərini məhv etsin. Allah Taaladan duamız budur ki, zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Allah Taala İmam Zaman əleyhissalam barəsində ardıcıl dualarımızı, salam və salavatlarımızı bizdən və bütün müsəlmanlardan qəbul etsin. Allah Taala İmam Zaman əleyhissalamın zuhuru ilə yer üzündə haqqı, ədaləti bərqərar etsin. Allah Taala İmam Əli əleyhissalamın bu dünyada ziyarətini, qiyamət günündə şəfaətini bütün müsəlmanlara nəsib etsin. Allah Taala borcu olanların borclarını əda etməkdə yardımcı olsun. Allah Taala cümləmizə halal, minnətsiz, bol ruzu əta etsin. Allah Taala ən xeyirli, ən gözəl duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. İnşallah.